Sizcə bu şəkildə nə baş verir? Bir səhər yuxudan oyanırsan və avtomobilini yolun digər tərəfi ilə sürməli olduğun xəbərini alırsan. 3 sentyabr 1967-ci ildə İsveç hökuməti nəqliyyatın hərəkət istiqamətini dəyişdi. Bəs səbəb nə idi? Çünki qonşu ölkələrin hamısında hərəkət sağdan idi və bu ölkələrdən gələn avtomobillərin iştirakı ilə İsveç küçələrində çoxsaylı qəzalar baş verirdi. Bundan əvvəl bununla bağlı referendum keçirilsə də əhali hərəkət istiqamətinin dəyişməməsinə səs vermişdi. Buna baxmayaraq hökumət bu qərarı təsdiqlədi. Həmin gün ölkədə saat 06:00-a qədər vacib olmayan bütün nəqliyyatın hərəkəti qadağan edildi. Bundan sonra isə hamı yolun digər hissəsi ilə hərəkətə davam etməli idi. O gün İsveç küçələrində tam bir xaos hökm sürürdü. Üstəlik bir gün əvvəl ölkə ərazisində 350 min yol nişanı ya sökülmüş, ya da dəyişdirilmişdi. Xoşbəxtlikdən baş verən 157 qəzada insan tələfatı olmadı. Ancaq bu baş verən qəzaların ümumi sayına təsir etmədi. Cəmi 6 həftə sonra hamı buna uyğunlaşdı və hər şey əvvəlki vəziyyətinə qayıtdı. Bu hadisə tarixə Huddagen, yəni H günü kimi düşmüşdür. H hərfi İsveç dilində höger trafik, yəni sağdan axan nəqliyyat mənasına gəlir. Bu, İsveç tarixinin ən böyük nəqliyyat islahatlarından biri idi.